Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi maraqlı bir turşu hazırlayacağım. Bunu necə hazırlayıram? Buyurun, izləyin. Düzdür, indi hal-hazırda turşu vaxtı deyil, amma mən bunu ilk dəfə qonaqlıqda gördüm bu turşunu və evdə məndə boranı olduğu üçün dedim bunu hazırlayacağam və hazırladım, sizlərlə də paylaşmaq istədim. Əgər kimsə boranı turşusu yeyibsə, bunu mənə yorumlarda yazsın, görüm xoşlarına gəlib yoxsa yox. Baxmayaraq ki, bir çox meyvələrdən, tərəvəzlərdən turşu hazırlamışam, amma boranı turşusunu ilk dəfədir ki, hazırladım. Mən yumru boranıdan hazırladım. Siz istəsəz uzunsov boranıdan da hazırlaya bilərsiniz. Məncə boranılar arasında ən faydalı boranı budur. Mən bunun sokunu da çəkib içirəm, çox faydalıdır. Boranını kəsdim və soyuram. Qabığı sərt olduğu üçün biraz vaxt aparan işdir bunun qabığını soymaq. Bunu qışda da hazırlayıb yemək olur. Mən sadəcə gec gördüyüm üçün bu vaxtlar hazırladım. Boranının nə qədər faydalı olduğunu hər kəs bilir. Boranının özü də, soku da, toxumu da, hər bir şey çox faydalıdır. Mən bunun toxumunu da yudum və bunu toxumunu soyub yeyirik, çox faydalıdır. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Boranını soydum və bunları bu formada doğrayıram. İstədiyiniz formada doğraya bilərsiniz. Boranını doğradım və təmiz-təmiz yudum və bunu bankalara yığıram. Mən 3 ədəd banka hazırlayacağım, çünki artıq turşu vaxtı deyil, sadəcə dadına baxım deyə bunu hazırlayıram. Bankalarımız 800 qramlıq bankadır. Hər bankaya biraz qara toxum istiyor və yarım diş sarımsaq əlavə edirəm. 2 bankaya tərxun əlavə edəcəm, çünki mən bu turşunu tərxunla görmüşdüm. Birini isə nanə əlavə edəcəm. Nanə mənim turşularımın olmazsa olmazıdır. Amma bundan sonra bu boranı turşusunu hazırlasam, nanə ilə hazırlayacağım. Çünki nanə ilə daha çox sevdim. Doğradığım boranını bankaya yığdım. Və hər bankaya 1 qaşıq yarım duz əlavə edirəm. 1 çay qaşığı. Və hər bankaya 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Və hər bankaya 1 armud stəkanın başından 2 barmaq aşağı armud alma sirkəsi. Qeyd edim ki, alma sirkəsini özüm hazırlamışam. Alma sirkəsində nə qədər faydalı olduğunu hər kəs bilir. Baxmaq istəyən səhifəmdə videosu var, paylaşmışam. Və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Və qapaqlarını bərk-bərk bağlayıb bunu qoyuram. 3-4 gündən sonra bunun açıb dadına baxıram. Dediyim kimi nanə ilə hazırladığımın dadı daha çox sevdim, daha çox bəyəndim. Düzdür, tərxunla olan da pis deyildi, amma nanə ilə daha çox sevdim. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik.
Bu da bizim həm maraqlı, həm ilk dəfə hazırladığım boranı turşusu hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.